Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan qəlyanaltı reseptini sizinlə paylaşıram. Blinçik dadında çox dadlı, doyumlu bir qəlyanaltıdır. Buna börek də demək olar. İndi keçək hazırlanma qaydasına. Əvvəlcə içliyi hazırlayıram. İçlik üçün toyuq sinə əti götürmüşəm 200 qram. Ət çəkən maşından keçirdəndən sonra tavaya töküb bitki yağında biraz qovururam. Ara sıra qarışdırıram. Suyu çəkilib yağa düşənə qədər qovururam. Mən içliyə toyuq sinə əti istifadə elədim. Amma içliyi istənilən ətlə toyuq budu ilə, dana əti ilə, hündüşka əti ilə də hazırlamaq olar. Demək olar ki, ətin suyu çəkilib, yağa düşüb. Yarı kvadrat şəklində xırda-xırda doğradığım soğanı da ətin üstünə əlavə edib qarışdırıram. Soğanın da acısı biraz çıxandan sonra içliyə bir ədəd xırda boy kartofu xırda-xırda doğramışam. Onu da içliyə qatıram. Ədvalardan zövqə görə duz, qara istiot, paprika əlavə edib qarışdırıram. Kartof zövqə görədir, istəməyənlər əlavə etməyə də bilər. İçlik txovkada da pişəcək, ona görə də çox pişirmirəm. Elə biraz qarışdırıram. Qazı söndürüb ocaqdan götürürəm, qoyuram, qalır, tam soyuyur. İçlik soyuyana qədər blinçik xəmiri hazırlayıram. Bunun üçün ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə yarım çay qaşığı duz, yarım çay qaşığı da şəkər tozu əlavə eləyəndən sonra çırpıcı ilə yumurtanı yaxşı-yaxşı qarışdırıram. Xəmir üçün 200 ml-lik stəkanla 2 stəkan 400 ml süd götürmüşəm. Xəmir yaxşı qarışsın deyə əvvəlcə götürdüyüm süddən ümumi ölçüdən 1 stəkan qədər qaba əlavə eləyirəm. 3 xörək qaşığı bitki yağı, mən günə baxan yağından istifadə elədim. Siz öz istədiyiniz bitki yağından istifadə eləyə bilərsiniz. Bunları da biraz qarışdırandan sonra südlü qarışıma götürdüyüm bir dolu təpələmə stəkan un, bir də stəkanın başından 2 barmaq aşağı un əlavə eləyirəm. Bu ərzaqları əvvəlcə biraz qarışdırıram. Südün hamısını birdən əlavə eləmədim. Əvvəlcə bunları biraz qarışdırıram. Süd az olanda qarışdırmaq asan olur. Xəmirdə un topak şəklində qalmır. Yaxşı-yaxşı qarışdırmaq olur. Xəmir belə hamar şəkildə olandan sonra qalan südü də əlavə edib qarışdırıram. Sonda qaba çay qaşığının 1/3 qədər qabartma tozu əlavə edib qarışdırıram. Xəmir nə çox qatı, nə çox duru olmalıdır. Əgər qatı olarsa, yenə biraz süd əlavə eləmək olar. Əgər duru olarsa, az un əlavə eləyə bilərsiniz. Belə xəmiri hazırlayandan sonra qoyuram bir kənara. İndi çox durudur. Bir 10 dəqiqə gözlədirəm. Əvvəlcə biraz duru olur, sonra qaldıqca xəmir biraz qatılaşır. Xəmiri də hazırlayıb qoyuram bir kənara. Qəlyan altını bişirəcəyim formaya yağlı kağız sərmişəm. Pişdikdən sonra yapışmasın deyə kağızın üstünə də bir xörək qaşığı bitki yağı əlavə eləyib kağızın üstün hər yerini yağlayıram. Hazırladığım xəmirin hamısını formaya boşaldıram. Gördüyünüz kimi xəmir qaldıqca biraz qatılaşıb, çox yaxşı xəmir alınıb. Spatula ilə ortadan kənarlara doğru hər yerə yayıram. İçlik artıq tam soyuyub. İçlikdən videoda göstərdiyim kimi xəmirin üstünə səpirəm. Hər yerinə hazırladığım içlikdən yayıram. Sonda üzərinə rəndələnmiş mozzarella pendiri səpirəm. Pendir də zövqə görədir. İstəməyən əlavə etməyə də bilər. İstənilən yağlı pendirdən rəndələyib əlavə edə bilərsiniz. Bu qaydada hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə arası pişirirəm.
Qəlyan altı artıq bişib hazırdır. Sobadan çıxartmışam. Çox yaxşı bişib. Xəmiri çox qatı eləmək lazım deyil. Qatı olarsa, onda bişdikdən sonra xəmir biraz bərk alınır. Ona görə biraz duru olsa daha yaxşı olar. Biraz soğuyandan sonra doğrayıram. İstənilən şəkildə doğrayıb servis eləmək olar. Əvvəlcə 2 yerə bölüb, kəsdiyim hissələri də 4 yerə bölürəm. Kağıza yağ çəkdiyim üçün heç bir yapışma da olmur. Kağızdan da çox rahatlıqla aralanır. Videoda göstərdiyim kimi bir tərəfdən başlayaraq sonacan rulon kimi bükürəm. Hamısını eyni qaydada büküb hazırlayıram. Süfrəyə verəndə ketçupla servis edirəm. Çox dadlı, doyumlu, asan hazırlanan blinçik dadında ləzzətli bir qəlyan altıdır. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videom da sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.